Salam, hər vaxtınız xeyir olsun. Bugünkü test sahəmiz Fizika Test Bankından 2025 test toplusunun ilk bölməsi olan mexanik hərəkətin təsviri və düz xəttə bərabər sürət hərəkət bölməsinin birinci test izahından başlayırıq. Birinci test izahında deyir ki, mexaniki yerdəyişmənin zamana görə dəyişmə yeniliyini xarakterizə edən fiziki kəmiyyət necə adlanır? Yerdəyişmənin zamana görə yerdəyişməmiz S hərfi ilə işarə olunurdu. S bölək T bizə nəyi verirdir? Sürəti. Deməli, B variantı. Mexaniki hərəkət zamanı aşağıdakı qiymətlərdən hansı sıfıra bərabər ola bilər? Mexaniki hərəkət zamanı hərəkət varsa kinetik enerji sıfır ola bilməz. Hərəkət varsa gedilən yol sıfır ola bilməz. Cismin kütləsi heç vaxt sıfır ola bilməz. Gedilən yola görə hərəkətin sürəti sıfır ola bilməz və amma yerdəyişmə sıfır ola bilər. Deməli, cavab C variantı. Ədədi qiymətcə vahid zamanda yerdəyişməyə bərabər olan fiziki kəmiyyət necə adlanır? Ədədi qiymətcə vahid zamanda yerdəyişməyə bərabər olan fiziki kəmiyyət. Deməli, vahid zamanda yerdəyişməyə bərabər olan nə idir? Bizim sürətimiz idi. Yəni, sürətin zamana nisbəti. Vahid zaman dedikdə zamanımız 1-dir. Bərabərdir V. Vahid zamanda zaman burada 1 olduqda, zamanımız burada 1 olduqda, zaman 1 olduqda sürətimiz yerdəyişməyə bərabər olur. Doğru cavab D variantı. 4-cü tapşırıqda deyir ki, verilmiş hərəkət şəraitində ölçülər nəzərə alınmayan cisim necə adlanır? Ölçülər nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Maddi nöqtə cismin ölçüləri nəzərə alınmadığı bir cisimdir. Cismin başlanğıc vəziyyətini onun son sürəti ilə birləşdirən istiqamətlənmiş düz xaç parçası necə adlanır? Cismin başlanğıc nöqtəsi, məsələn, A nöqtəsidir. Biz bu cür hərəkət edirik, gəlirik B nöqtəsinə. Bu getdiyimiz trayektoriya adlanır, bu qırıq-qırıq xətlər. Bu bizim getdiyimiz yoldur. Amma başlanğıcı ilə sonu birləşdirən isə bizim yerdəyişmə adlanır. Deməli, yerdəyişmə adlanır. Başlanğıcla son, bax, bura yerdəyişmə adlanır. S hərfi ilə işarə olunur, vektor görkəmiyyətdir. Yəni A variantı. 6-cı tapşırıqda deyir ki, cismin sürəti ilə zaman hasili hansı fiziki kəmiyyətə uyğundur? Cismin sürəti ilə zaman hasili, biz sürət düsturunu bilirik, V bərabərdir S bölək T-yə. Burada biz S-i tapsaq, bizə nə soruşur? Sürəti ilə zaman. Biz buradan S-i tapsaq, bax, bu verilmiş tapşırıqda biz S-i tapsaq, V vuraq T. Bizə V vuraq T cismin getdiyi yolu vermiş olur. Yol və yaxud yerdəyişməni verir. Yəni, yerdəyişmənin yerinə biz L də yaza bilərik. Biri var yerdəyişmə görə orta sürət, bir də var yola görə orta sürət. Bunun hər ikisi, yəni görürsüz yerdəyişmə yoxdur. Yerdəyişmə olsa biz yerdəyişməni götürərdik cavabda. 7-ci tapşırıqda deyir ki, cismin digər cisimlərin nəzərən zaman keçdikcə fəzadə vəziyyətinin dəyişməsi necə adlanır? Cismin digər cisimlərin nəzərən zaman keçdikcə hərəkətin vəziyyətin dəyişməsi başqa cisimlərin nəzərən mexaniki hərəkət adlanır. Yəni cisim zaman keçdikcə hərəkətini dəyişir, başqa cisimlər nəzərən öz vəziyyətini dəyişirsə də, deməli, bu cisim hərəkət etmiş olur. Bu hərəkətdə mexaniki hərəkət adlanır. Bərabər sürətli hərəkət zamanı, bərabər sürətli hərəkət edən cisim getdiyi yolun zaman asılı qrafiki verilmişdir. Cismin sürətini hesablayın. Cismin sürət düsturu V bərabərdir S bölək T. Cisim baxırıq ki, başlanğıc, biz burada bax S-in yerinə x çıxaq x0 bölək T də yaza bilərik. Burada deməkdir. Sadəcə burada biz əgər 10 metrə görə hesablasaq, 10 metrə görə getdiyi yol 2 saniyədə gedibdir. Yerinə qoysaq V bərabərdir. S-imiz 10 metr, zaman 2 saniyə, deməli sürətimiz 5 metr bölək saniyədir. Və cisim düz xətlə bərabər sürətlə hərəkət edir. 9-cu tapşırıqda deyir, bərabər sürətlə hərəkət edən cismin sürətinin modunu zaman asılı qrafiki verilmişdir. Cismin 20 saniyədə getdiyi yolu hesablayın. Cisim 20 saniyədə getdiyi yol, biz sürət düsturuna V bərabərdir L vuraq T və yaxud S vuraq T şəklində yazırıq. Burada S bölək T şəklində yazırıq. Burada biz bilirik ki, biz buradan sürəti tapsaq, əgər getdiyimiz yolu tapsaq, yol bizə nəyi vermiş olur? L bərabərdir V vuraq T. Hasil olduqda fiqur sahəsi ilə, bax, burada hansı fiqur alınıbdır? Düzbucaqlı alınıbdır. Biz bunun sahəsini də tapa bilərik və yaxud V vur T ilə də yerinə yaza bilərik. Deməli, L bərabərdir 40 vuraq 20-dən elədi 800 metr, o da 0,8 kilometr vermiş olur. Doğru cavab D variantı. Onun tapşırıqda deyir ki, bərabər sürətli hərəkətdə yolun zamanının asılı qrafiki verir. Hansıdır? Bərabər sürətli hərəkətdə yol zamanla V bərabərdir S bölək T-yə. Deməli, bərabər sürətli hərəkətdən yol, getdiyimiz yol zamanla necə asılıdır? Düz asılığı vermiş olur B variantı. 11-ci tapşırıqda deyir ki, bərabər sürətli hərəkət edən hərəkətdə sürətin modulunun zaman asılı qrafiki necədir? Bax, bərabər sürətli hərəkət. Bərabər sürət odur ki, cisim bərabər zaman fasiləsində bərabər yollar gedir. Deməli, cismin sürəti sabit qalır ki, bərabər zamanda bərabər yollar gedir. Yəni, doğru cavabımız C variantı.
12-ci tapşırıqda deyir ki, cismin sürətinin zamandan asılı qrafikinə görə 2 saniyədə getdiyi yol. Bayaq dediyimiz kimi biz yol düsturu necə idi? Bax, V bərabərdir S bölək T. Buradan biz S tapdıqda S bərabər olur V vuraq T. Hasil hər zaman fiqur sahəsi və yaxud da S fiqurda yaza bilərik. Neçə saniyədə? 2 saniyədəki getdiyi yol deyil. 2 saniyədə getdiyi yol bax bu fiqurun sahəsini vermiş olur. Orada da olur 10 vuraq 2-dən 20 metri vermiş olur. Doğru cavab B variantı. 13-cü tapşırıqda deyir ki, cismin sürətinin zamanın asılı qrafikinə əsasən müşahidəyə başlayandan 4 saniyə ərzində getdiyi yolu hesablayın. Müşahidəyə başlayandan 4 saniyə müddətində, yəni bax 4 saniyə müddətində cisim sürət zaman qrafikində qrafikin altında qalan fiqurun sahəsi getdiyimiz yolu vermiş olur. Getdiyimiz yol V vuraq T və yaxud da S fiqur. Yerinə yazdıqda 5 vuraq 4-dən elədi 20 metr. Doğru cavab C variantı. 14-cü tapşırıqda deyir ki, 90 km/saat sürəti metr bölü saniyə ilə ifadə edək. Baxın, 90 olduğu kimi qalır. Kilometrimiz 1000 metrdir. Saatımız da 3600 saniyədir. İxtisar gedir 6-ya ixtisar gedir 15, 6-ya ixtisar gedir 6 dəfə, 3-ə ixtisar gedir 2 dəfə, 3-ə ixtisar gedir 5 dəfə. O da eləyir 25 metr bölək saniyə. Doğru cavab D variantı. 15-ci tapşırıqdır. 54 km/saat sürəti metr bölək saniyə ifadə edir. Deməli biz 54-ü vururuq kilometri metrlə ifadə edirik, saatı saniyə ilə ifadə edirik. Burada da 14-də də onu kimi yəni ifadə elədik. Sadəcə 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. Yerinə yazırıq. 1 saatımız 60 dəqiqədir. Onu da saniyəyə çeviririk. Çünki saniyə ifadə edilir. 60-60-a vurduqda 3600 saniyə nedir? Bu sıfırlar gedir. 6-ya ixtisar gedəndə 6 dəfə, 9 dəfə. İxtisar gedəndə 3-ə 2 dəfə, 3 dəfə. 30-da 2-yə böləndə 15 metr bölək saniyəni vermiş olur. Doğru cavab C variantı. 16-cı tapşırıqda deyir ki, düz xətli bərabər sürətdə hərəkət zamanı sürət sabit qalır. Sürət konstantdır, dəyişmir, bərabər sürətli deyil. Yəni cisim 1 saniyədə məsələn 5 metr yol gedirsə də hər saniyədə 5 metr yol gedir. Bu nədir? Yəni sürətimiz dəyişməz qalır. Bərabər zaman fasilələrində bərabər yollar gedir. Bu düz xətli bərabər sürətdə mümkündür. Bir düz xətt üzrə hərəkət edən 2 maddi nöqtənin koordinatı zamanla asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayan 3-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Baxırıq ki, 3-cü saniyə hara uyğun gəlir? Bax, bu koordinatların kəsişdiyi nöqtəyə. Hər iki koordinatda da cisimlər deməli bax gəlib nə olublar? Görüşürlər. Görüşdükləri zaman cisimlər arasındakı məsafə 0-a bərabərdir. 18-ci tapşırıqda deyir ki, bir düz xətt üzrə hərəkət edən 2 maddi nöqtənin koordinatı zaman asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayan 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Bax, 4-cü saniyənin sonunda burada cisimlər nə olubdur? Görüşüblər. Görüşdükləri zaman aralarındakı məsafə 0-a bərabər olur. Bir düz xətt üzrə hərəkət edən 2 maddi nöqtənin koordinat zamanla asılı qrafiklər verilmişdir. Müşahidə başlanan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşmüşlər. Biz dedik ki, qrafiklərdə kəsişən nöqtələr onların əgər x gedilən yol zaman qrafikində qrafiklərdə verilən nöqtələr harda kəsişirsə də həmin yerlər onların görüş nöqtələridir. Baxın, 1-ci və 4-cü saniyədə 1 və 4 saniyə anlarında cavab C variantı. 20-ci tapşırıqda deyir ki, bir düz xətt üzrə hərəkət edən 2 cismin koordinat zamanı asılı qrafiklər verilmişdir. Müşahidəyə başlanandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşmüşlər. Biz bayaq dediyimiz kimi yol zaman qrafikində qrafiklər harda kəsişirsə də həmin yerlərdə cisimlər görüşmüşlər. Baxırıq 1 saniyədə və 5 saniyədə. Cavab E variantı. Deməli, x oxu üzrə düz xətli bərabər sürətdə hərəkətdə cismin sürətinin proyeksiyası hansı ifadəyə təyin olur? Deməli, 21-ci tapşırıqda verilən tapşırıq bizdən sürətin düsturu. Sürət düsturu nə idi? V bərabərdir S bölək T. S nə idi? S cismin yer dəyişməsi. Burada da koordinat sirdir. X çıxaq X0 bölək T. Nədir? B variantı. 22-ci tapşırıqda deyir ki, düz xətli bərabər sürətdə hərəkətdə sürət hansı ifadə ilə təyin olunur? Bərabər sürətdə hərəkətdə sürət düsturu V bərabərdir S bölək T. Deməli, V bərabərdir S bölək T. Doğru cavab A variantı. 23-cü tapşırıqda deyir ki, düz xətli bərabər sürətdə hərəkətdə cismin hərəkət müddəti hansı ifadə ilə təyin olunur? Biz burada sürət düsturunda V bərabərdir S bölək T-dən T-ni tapdıqda, bax, V bərabərdir S bölək T. Buradan T-ni tapdıqda T bərabərdir S bölək V. S bölək V, yəni Y variantı. 24-cü tapşırıqda deyir ki, düz xətli bərabər sürətlə hərəkətdə gedilən yol hansı ifadə ilə təyin olunur? Bərabər sürətdə hərəkətdə cismin getdiyi yol V bərabərdir S bölək T-dən biz S-i tapdıqda V vuraq T ilə təyin olunur. Yəni C variantı. Deməli, bax, S tapdıqda sürətdəkini biz tapdıqda
Məxəzləşi ilə bir-birinə vurulur. Yəni S bərabərdir V vuraq T şəklində olur. Düzxətli bərabər sürətli hərəkətdə yer proyeksiyası hansı ifadə ilə təyin olunur? Yer proyeksiyası da yenə eyni ilə onun kimidir. Proyeksiya dedikdə də V bərabərdir. Vx bərabərdir Sx bölək T idi. Və buradan biz Sx-i tapdıqda Vx vuraq T şəklində olur. Yəni doğru cavabımız A variantı. 26-cı tapşırıq deyir ki, yer düzgün tərifi hansıdır? Yer nədir? Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Görək bu cavab hansı variantda var? Trayektoriyanın uzunluğu yer dəyişmədir. Xeyr, trayektoriyanın uzunluğu gedilən yol deyilir. Maddi nöqtənin hərəkət zamanı cızdığı xətti yer dəyişmədir. Xeyr, maddi nöqtənin hərəkət zamanı cızdığı xəttə trayektoriya deyilir. Trayektoriyanın uzunluğu gedilən yol adlanır. Cismin başlanğıc vəziyyəti ilə onun son vəziyyətini birləşdirən düz xətt parçasına yer dəyişmə deyilir. Burada biraz tam dolğun qaydası yoxdur. Çünki orada var ki, cismin başlanğıc vəziyyətinə onun son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Cismin yer dəyişməsi. Cismin vəziyyətini dəyişmə yer dəyişmə deyilir. Xeyr, bu deyil. Bax, görürsüz, E variantında cismin başlanğıc vəziyyəti onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. Doğru cavabımız E variantı. Trayektoriya nədir? Trayektoriya cismin hərəkət zamanı cızdığı xəttə onun trayektoriyası deyilir. Maddi nöqtənin hərəkət zamanı cızdığı xətt A variantıdır. Doğru cavabımız. 28-ci tapşırıqda deyəcək düz xəttli bərabər sürətlə hərəkət edən maddi nöqtənin koordinatının zamanla asılıq tənliyi hansıdır? Baxın, bu necə alınır? Biz sürət düsturunu yazırıq. S bölək T. Burada S nədir? X çıxaq X0 bölək T'dir. Burada biz X-i tapdıqda, bax, buradan. Deməli, V bərabərdir X çıxaq X0 bölək T şəklindədir. Biz oradan X-i tapdıqda, deməli olur VT üstəgələk X0 və yaxud da əksi şəklində. Deyək, asılılıq tənliyi hansıdır? Burada D variantı. Burada toplananların yerini dəyişdir, cəm dəyişmir zaten. Yəni X bərabərdir X0 üstəgələk VT şəklində tapılır. Ayağında X işarəsi, yəni proyeksiyasını tapırıq biz. D variantı. 29-cu tapşırıqda deyir ki, düz xəttlə bərabər sürətlə hərəkətdə gedilən yol ilə yer dəyişmə vektorunun modulu arasında hansı münasibət doğrudur? Düz xəttlə bərabər sürətlə hərəkətdə gedilən yol. Düz xəttlə bərabər sürətlə hərəkətdə gedilən yol zamana bərabərdir. Düz xətt üzrə hərəkət gedilən yol yer dəyişməyə bərabərdir. Bizim hərəkətimiz düz xətt olduğu üçün, baxın, hərəkətimiz düz xətt olduğu üçün, deməli, düz xətt üzrə, məsələn, buradan başlamışıq, biz bura hərəkət eləmişik, düz xətt üzrədir. Görürsünüz, yol nəyə? Yer dəyişməyə bərabərdir. Doğru cavab Y variantı. Əyri xəttli hərəkətdə isə, baxın, cism buradan başlayır, əyri xəttli hərəkət edir. Bu zaman hansı böyük olar? Bax, bu trayektoriyanın uzunluğu gedilən yoldur. Başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası isə başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası ilə bizim yer dəyişməmiz adlanır. S-dir. Hansı böyük olur? Gedilən yol yer dəyişmədən böyükdür. Yəni Y variantı. 31-ci tapşırıqda deyir ki, düz xəttli hərəkət cisimlərin sürətlərinin proyeksiyalarının nisbətini tapın. Baxın, eyni zaman anındadır. Cisimlərin zamanları eyni olduğuna görə V bərabərdir S bölək T-dən. V-nin S-dən asılılığını qursam zaman eyni olduğunda hər ikisini, məsələn, V1 X bölək V2 X bərabərdir. Bunları nisbət götürürük. Birincinin 50-nin 20-yə nisbəti. Yəni, bax, buradan yer dəyişməyə görə də yer dəyişmə ilə olanını götürürük. Yer dəyişməmiz neçədir? Birincidə getdiyimiz yol 50-dir, ikincidə isə 20-dir. Baxırıq, getdiyimiz yol yer dəyişmə ilə düz asılıq kimi qururuq. Eyni zamanda, təbii ki də, bax, bu nə deməkdir? Bax, eyni zaman anında sürəti böyük olanın getdiyi yol böyük olur. Yəni, nə böyük yol eyni zaman anında hansı daha çox yol məsafə qət edibsə, deməli, onun sürəti böyükdür. O da bir-birinə nisbət götürdükdə 2,5 vermiş olur D variantı. 32-ci tapşırıqda deyir ki, düz xəttlə hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının nisbətini tapın. Burada artıq yollar eynidir, amma zamanla asılı dururuq. Deməli, düz xəttlə bərabər sürətlə hərəkətdə əgər cisim eyni yol gedirdir, biri 5 saniyə, biri 10 saniyə gedirsə, deməli, hansı gec gedibsə də, yəni 10 saniyə gedənin sürəti daha kiçik olur. Deməli, zamanı böyük olanın daha eyni yolu daha uzun vaxta gedibsə, deməli, onun sürəti kiçik olur. Yəni, baxın, V bərabərdir S bölək T-dən, deməli, sürət zamandan tərs asılıq kimi qururuq. Burada V1-in V2-yə nisbəti, T2-nin T1-ə nisbətini qururuq. T2 neçədir? 10, T1-imiz 5. Cavab elədir 2, D variantı. Burada keçir 33-cü tapşırıq deyil, cismin koordinatın zamanın asılı qrafikinə əsasən onun sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. X oxu üzrə proyeksiyasını tapdı, sürətini.
Proyeksiya dedikdə Vx bərabərdir x çıx x0 bölək t. Deməli, x 20-dir, x0-ımız 5-dir, zaman 5. Elədir, 15 bölək 5-dən 3 metr bölək saniyəni vermiş o, doğru cavab B variantı. Baxın, burada qrafikdə x0 5-dir, x isə, yəni son koordinatı isə 20-dir. 34-cü tapşırıqda deyir ki, cismin koordinatı zamanın asılı qrafikinə əsasən onun sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Bu da indi yazdığımız kimidir. Vx bərabərdir x çıxaq x0 bölək t. X'imiz, baxırıq, son koordinatımız 16-dır, x'imiz, başlanğıcımız isə 4-dür. Yerini yazırıq. 16 çıxaq 4 bölək neçə saniyədə? 4 saniyədə 4-də. O da eləyir 12 bölək 4-dən 3 metr bölək saniyə, yəni A variantı. X oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən böyükdür? Yer dəyişmə nə zaman böyükdür? Yer dəyişmə o zaman böyükdür. Cismin eyni müəyyən bir koordinatdadır. Yəni cisim yer dəyişmə nədir? Başlanğıc koordinatdan nə qədər uzaqlaşmasıdır və yaxud da başlanğıc koordinatdan nə qədər uzaq məsafə getməsidir. Məsələn, baxın, başlanğıc eyni zaman anında dediyinə görə, məsələn, 1 saniyədə götürürük. 1 saniyədə bu cisim nə qədər yol gedəcək? 3 vuraq 1, 3. Deməli 3 metr yol gedəcək. İkinci nə qədər yol gedəcək? Bu da 2 metr yol gedəcək. B variantında 6 metr yol gedəcək. Y variantında 1 metr yol gedəcək. Məsələn, burada biz zamanı 1 götürüb hamısını yerinə qoyuruq. 4 T'də 4-ün yerə 4-ü 1-ə vurduqda 4 metr yol gedəcək. Ən böyük dediyinə görə B variantı 6 metr, ən böyük burada 6 metr yol gedir. Yəni B variantı. 36-cı tapşırıqda deyir ki, eyni zaman müddətində ən kiçikdir yer dəyişmə modulu. Ən kiçik olanda deməli eyni zamanda yerinə 1 qoyuruq. Ən kiçik hansıdır? 1 metr gedir yolu. A variantı. Bax, digərində 2 metr gedir. Bunda 3 metr gedir. O fərqi yoxdur. Yəni x oxu istiqaməti və yaxud da əksinə getsə. Məsələn, cisim ilk koordinatı 40-da idi. Sonradan 38-ə gəldi. Yer dəyişmə nədir? Başlanğıc və sonu birləşdirən. Başlanğıcda 40-da idi. Sonra 38-ci koordinata gəldi. 38 40, yəni orada 2 metr elə bir şey geri qayıdıbdır. Biri var irəli gedib, biri var geri qayıdıb. Yenə də bu yer dəyişmə olaraq mənfi müsbəti modul dediyinə görə də biz onun müsbət qiymətini götürürük. 37-ci tapşırıq deyir ki, x oxu üzrə hərəkət edən və hərəkət tənliyi x bərabər 6 üstü 3 şəklində verilmiş maddi nöqtədə 4 saniyədə yer dəyişməsini hesablayın. Yer dəyişmə dedikdə bax burada kimi 6-da idi. Başlanğıcda nə qədər yol gedib? 4 saniyədə v bərabər s bərabərdir. V vuraq t-dən necə 3 vuraq 4-dən 3 vuraq 4-dən nə qədər yol gedibdir? 12 metr yol gedib. Doğru cavab Y variantı. X oxu üzrə hərəkət edən və hərəkət tənlimi bu şəkildə olan verilmiş maddi nöqtənin 2 saniyədə yer dəyişməsini. Bax, əgər bizdən yolu soruşsaydı biz başqa cür gedək. Amma burada deyir ki, yer dəyişmə. Yer dəyişmə nədir? Başlanğıcda hardadır? 20-ci koordinatdadır. Başlanğıcda 20-ci koordinatdadır. Bax, belə bunu düz xətini də göstərə bilər. Baxın, bura elə bir şey 20-ci koordinatdadır. Cisim nə qədər yol gedir? S bərabərdir 6 T qədər. T'ni də bizə 2 saniyə verdiyindən 2 vuraq 6, 12 metr yol gedir. Yəni bunun üstünə də 12 gəlir. Gəlir hara? 32 metrə. Düzdürmü? Nə qədər? Başlanğıc və sonunu birləşən istiqamətlərin düz xətt parçası. Buranın sonu nə qədərdir? 12 metr. Yəni D variantı. 39-cu tapşırıqda deyir ki, 1800 sm bölək dəqiqə. Santimetr bölək dəqiqə. Baxın, 1800-ü 1 santimetrimizi elə bir ki vururuq 10 üstü mənfi 2 şəklində yazırıq. Dəqiqəmiz də 60 saniyədir. İxtisarlarımızı aparsaq bu 30 elədinə 0,3 D variantı. 40-cı tapşırıqda deyir ki 900 santimetr bölək dəqiqə. Yenə 900-ü vururuq 10 üstü mənfi 2. Bax, 1 santimetrimizi metrə çeviririk. Dəqiqanı da saniyə. Bu da onun kimi. Santimetri metrə çeviririk, dəqiqanı da saniyə. 1 santimetrimiz 1 metrimiz 100 santimetrdir. Santimetri metrə bölürük. 1-i 100-ə bölünür, 0,1 eləyir. Onda 13 mənfi 2 kimi yaza bilərik. Və 1 dəqiqəmiz də 60 saniyə olduğundan yerinə 60 yazırıq. Burada ixtisar gedəndə 6 eləyəcək neçə? 15. O da eləyəcək 0,15 metr bölək saniyə. Doğru cavab C variantı. Cismin sürətinin zamanın asılı qrafiki verilmişdir. 30 saniyə müddətində getdiyi yol 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? Baxın, 30 saniyədə cisim nə qədər yol gedir? Bu fiqurun sahəsi qədər, düzdürmü? Və buradakı fiqurun sahəsi qədər. Qoy bunu biraz ətraflı çəkim, sizə daha yaxşı aydın olsun. Baxın, yazdıqda, bax, 20 saniyədəki getdiyi yol, baxın, bax, bu fiqurun sahəsidir. 30 saniyədə getdiyi yol, bax, bu boyda.
Buranın bu fiqurun sahəsi nə edir? S bərabərdir V vuraq T şəklində yazılır da. S bərabərdir V vuraq T və yaxud da bu fiqurun sahəsi 4 vuraq 30-dan elədi neçə? 120 metr. Bəs 10 saniyədə getdiyi, 10 saniyədə getdiyi isə bax bunun biz yarısını götürmüş oluruq. Az bir hissəsini götürmüş oluruq da, düzdürmü? Yəni hansı hissəsini? Baxın 10 saniyədə getdiyi bu qədər hissəsini götürürük. Bu fiqurun sahəsi nə idi? Bu 1 olsun, bu da 2 olsun. 4 vuraq 10-dan elədi 40 metr. Bu oldu 20 metr, 120 metr, bu oldu 40 metr. Deyir ki, nə qədər çoxdur? 120-dən 40 çıxanda 80 metr bölü saniyəni vermiş olur. Yəni 120 çıxaq 40-dan 80 metr. 40-cı tapşırıq deyir ki, cismi sürət zamanı qraf verilmişdir. 20 saniyədə getdiyi, 10 saniyədə getdiyi yoldan nə qədər çoxdur? Deməli 20 saniyədə getdiyi yol S bərabərdir V vuraq T-dən. Yəni bu fiqurun sahəsi 20 saniyədə bax bu fiqurun sahəsini vermiş olur. Bu fiqurun sahəsi 4 vuraq 20-dən elədi 80 metr. 10 saniyədə getdiyi isə bax bu fiqurun sahəsini vermiş olur. 10 saniyədə getdiyi yol. Burada S bərabərdir 4 vuraq 10-dan elədi 40 metr. Nə qədər çoxdur? 80 çıxaq 40-dan elədi 40 metr. Doğru cavabımız C variantı. 43-cü tapşırıqda deyir ki, X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi bu şəkildə verilmişdir. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Görüş nöqtələrini tapanda bu koordinatlar bir-birinin bərabər götürür. Yəni onların son koordinatları eyni olur. Eyni olduğundan bir-birinə bərabər götürürük. Yəni belə yazırıq. 5 çıxaq 2T bərabərdir 2T çıxaq 5-ə. Bu da verir 4T bərabərdir 10-a. T bərabərdir onu 4-ə böləndə 2,5 saniyə. Yəni A variantı. 44-cü tapşırıqda deyir ki, X oxu üzrə hərəkət edən cismin hərəkət tənliyi şəklində verilmişdir. Görüş nöqtələri yenə 5 çıxaq 3T bərabər götürürük. Yəni görüş nöqtələri deyəndə cisimlər görüşdükləri zaman onların son koordinatları bir-birinə bərabər olur. Ona görə biz onları bir-birinə bərabər götürürük. 4T çıxaq 9-a. Bu da verir 7T bərabərdir 14-ə, T bərabərdir 2 saniyə. Yəni B variantı. 45-ci tapşırıqda deyir ki, X oxu üzrə düz xətli hərəkət edən cismin koordinatının zamanın asılı qrafiki verilmişdir. 6 saniyə ərzində cismin getdiyi yolu hesablayın. Baxın, 6 saniyə ərzində getdiyi yol. Baxın, cisim 6 saniyədə bir dəfə 10 metr gedib və sonra yenidən 10 metrə geri qayıdır. Bax, bunu bu formada göstərsək, baxın, cisim burada 0 nöqtəsindədir. Cisim nə edibdir? Baxın, gedib. Gedib burada 10 metrdə, bax bura. Bura olsun 10 metr. Bax, cisim bura gedib. Qayıdıb yenidən hara gəlib? 0 nöqtəsinə. Qayıdıb yenidən 0-a gəlib. 10 metr də elə bil ki, buradan yol gedir. 10 metr burada, 10 metr də burada yol gedir. Neçə metr getdi? 20 metr yol getmiş oldu. Və 46-cı tapşırıqda deyir ki, X oxu üzrə düz xətli hərəkət edən cismin koordinatının zamanası qrafiki verilmişdir. Bu cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Baxın, yol mənfisi, müsbəti olmur. Çünki yol biri var X oxu istiqamətinə gedir, biri var X oxunun əksi istiqamətinə. Mənfisi nəzərə alınmır. Cisim 20-ci koordinatdadır. Baxın, bəli izah edədiyim kimi, cisim bax 0-dadır, burada 0 nöqtəsindədir. Neçə metr yol gedir? 20 metrdədir. Baxın, artıq burada, bax, bu koordinatı belə götürməyək. Mənfi istiqamətdə olduğuna görə biz onu mənfisi ilə götürəcəyik də. Elə bil ki, X oxu istiqamətində yox, X oxunun əksi istiqaməti. Bax, 0-dadır, cisim gəlib mənfi 20-yə. Bax, 20-yə gəlib və yenidən buradan 0-a qayıdıb. Nə qədər yol gedib? Bu yol 2 dəfə gedib. Bir dəfə gəlib, bir dəfə qayıdıb. 20 üstə gələk 20-dən 40 metr yol gedib. Yer dəyişmə desəydi, yer dəyişməsi 0-a bərabərdir. Elə bir şey cisim başlanğıcda 0-daydır, getdi, yenə qayıtdı, gəldi, sonda da yenə 0-da olur, koordinatı 0-a bərabər olur. X oxu üzrə hərəkət edən cismin koordinat zamanı qrafiki verilmişdir. 1-2-3 nöqtələrinə uyğun zaman alanlarında cismin malik olduğu sürəti modulları arasında hansı münasibət doğrudur? Deməli, bax, sürət nə edir? V bərabərdir S bölü T. Baxın, bu yuxarının aşağıya nisbəti bizə nəyi verir? Tangens alfanı verir. Tangens alfa nədir? Bucaq böyük olanda qiyməti də böyük olur. Harda böyükdürsə də sürət orada böyükdür. Bax, burada bu qədər bucağı var. Burada bunun bu qədər bucağı var. Burada isə bu qədər bucağı var. Baxırıq ki, hansında daha böyük olacaqdır? Deməli, koordinat harda böyükdürsə də, deməli, bucaq harda böyükdür, orada böyükdür. Deməli, birdə ən böyük olacaq. Baxın, 2 ilə 3, 2 ilə 3 eyni koordinatda olduğundan, 2 ilə 3 eyni düz xətt üzərində olduğundan onların sürətləri bir-birinə bərabərdir. Yəni, bax, bu ikisi eyni düz xətt üzərində olduğundan onların sürətləri bir-birinə bərabərdir. Yəni, amma birdəki bucaq, bax, buradakı bucaqdan daha böyükdür. Ona görə V1 böyükdür 2 ilə 3 isə bir-birinə bərabərdir. Y variantı. 48-ci tapşırıqda deyir ki, X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi
şəklində verilmişdir. Nə qədər vaxtdan sonra birinci cisim ikinci cisimə çatar. Birinci cisim ikinci cisimə çatdığı, yəni çatması odur ki, yəni görüşmüşlər. Həmin görüş nöqtələrində isə cisimlər arasındakı məsafə sıfıra bərabərdir, yəni eyni koordinatda olurlar. Ona görə yəni bayaq yazdığımız kimi görüş nöqtəsi tapdığımız kimi bunu həll edirik. Yəni 8 üstəgəli 6t bərabərdir 24 çıxaq 2t. 24 240 yazdım. Üzr sayın. 24 çıxaq üstəgələk 2t. Buradan 6t bərabərdir 10. 16'ya. 6t 6t yox, 4t. 4t bərabərdir 16'ya, t bərabərdir 4 saniyə. Deməli, D variantını vermiş olur. 49-cu tapşırıqda deyir ki, modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarımçevrə boyunca T1 müddət nədir? Digəri isə A nöqtəsindən A'dan AB düz xətti boyunca. Deməli, burada necədir? Biri bu koordinat üzrə hərəkət edir. Bax, biri bax bu formada hərəkət edib gəlir A'dan B'yə. Biri isə düz xətt üzrə hərəkət edir. Elə bir ki, biri yol gedir, birinin yer dəyişməsidir bu. Bax, belə düşünək. Bax, bu yol nəyə bərabərdir? Bax, bu yol nədir? Çevrənin yarısı. Ümumi çevrənin uzunluğu 2 pi-dirsə, yarısı pi qədər yol gedib. Düzdürmü? Çevrənin radiusu da burada yerdir, burada yerdir. O birisi nə qədər yol getmişdi və ya da yer dəyişmə etmişdi? O birisi nə qədər gedibdi? 2 yer qədər. Və bizə nə deyir? Zamanla nisbət. Əgər sürətlər bunların eyni olubdu da, düz xətt boyunca eyni zaman müddətində, eyni sürətlə, bax görürsünüz, eyni sürətlə zamanlarını tapırıq biz də. Zaman tapdıqda, deməli, V bərabərdir, sürətlər eyni olduğundan T bərabərdir S bölək V-dən. S bölək V-dən biz S-lə T necə asılıdır? Düz asılıdır. T1-in T2-yə nisbəti, S1-in S2-yə nisbəti. Bax, bu birincinin getdiyi yoldur. Yəni, pi-r qədər. Bax, bu da ikincinin getdiyi yoldur. Yəni, 2r qədər. Bu da olur pi-r bölək 2r-dən. R-lər gedir, qalır pi bölək. İndi məndə silinib, yəni ki, Y variantıdır. Doğru cavab Y variantı. 51-ci tapşırıqda deyir ki, cismin sürətinin proyeksiyasının zamanın asılı qrafiki verilmişdir. Bu cismin koordinatının zamanın asılı qrafiki hansıdır? Vx-in T'dən asılığı düz xətt verirdi. Deməli, cisim necə hərəkət edibdir? Cisim düz xəttli bərabər sürətlə hərəkət edib ki, sürətimiz sabitdir. Düz xəttli bərabər sürətlə hərəkətdə və özdə baxırıq ki, T oxundan yuxarıdasa, deməli, X oxu üzrə hərəkət edib və düz xəttli bərabər sürətlə hərəkət etdiyinə doğru cavab A variantı. 52-ci tapşırıqda deyir ki, X oxu üzrə hərəkət edən cismin koordinatı zamanın asılı qrafiki verilmişdir. Grafikin göstərilən hissələrinin sürətlər arasında hansı münasibət doğrudur? Baxırıq ki, burada 3 müxtəlif hərəkət vardır. Sürətlər də fərqli olacaqdır. Çünki sürətlər X-in T-yə asılılığı bizə bayaq dediyimiz kimi V bərabərdir. Burada X-in T-yə nisbəti bizə tangens alfanı verir. Bucaq harda böyüksə də sürət də orada böyükdür. Baxırıq burada ən böyük bucaq harda alır? 3-də. 3 böyükdür 2-dən. O da böyükdür 1-dən. 3, 2, 1 doğru cavabımız A variantıdır. 53-cü tapşırıqda deyir ki, X oxu üzrə hərəkət edən cisim koordinat zamanı qrafiqi verilmiş. Qrafikin göstərilən hissələrində sürətlər arasındakı hansı münasibət doğrudur? Bayaq dediyimiz kimi, deməli, V bərabərdir X bölək T şəklində yazılır. Bu tangens alfanı verir. Tangens alfa harda böyüksə də bucaq harca böyükdür, sürət orada böyükdür. Baxın, ən böyük bucaq 1-dədir. Sonra 2-dədir. Ən kiçiyi isə 3-də olur. Yəni 1 böyükdür, 2-dən o da böyükdür, 3 doğru cavab Y variantı. 54-cü tapşırıqda deyir ki, X oxu üzrə hərəkət edən cismin koordinat hərəkət qrafikinə əsasən A nöqtəsinə uyğun zaman anını hesablayın. Baxın, bu necə hərəkətdir? Düz xəttli bərabər sürət hərəkəti. Düz xəttli bərabər sürət hərəkəti biz öncə sürəti tapmalıyıq. Görək sürət nəyə bərabərdir? Sürət düsturundan qoyaraq biz tapşırığımızın cavabını tapa bilərik. Deməli, qeyd edirik ki, sürətin düsturu necə idir? V bərabərdir S bölək T. Baxırıq, S nə qədər yol gedib? Bax, 2 saniyədə. 2 saniyə, zamanımız 2-dir. Bunu yazaraq tam aydın olsun. Bax, V bərabərdir S bölək T. Gətirək yerinə yazaq. Biz burada yerinə yazdıqda V bərabərdir S neçədir? 20-dən gəlib ara 0-a. Bax, 2 saniyədə. Zamanın yerinə 2 yazırıq. 20. Deməli, sürətimiz neçədir? 10 metr bölək saniyədir. Sürətimiz bu qədər. Deməli, bax, düz xəttli bərabər sürətlədirsə də, cisim 2 saniyədə də eyni sürətlə gedibdir. Buradakı bax, bu saniyə 2-də də eyni sürətlə gedib. Ona görə biz onu nəzərə alsaq, bu yeni tip sualdır. Onu da deyim sizə. Buradakı sürətimiz deməli neçədir? V bərabərdir. Nə qədər yol gedib? Bax, buradan bura 10 metr. T'miz neçədir? A çıxaq 2. Və bizim sürətimiz neçə idi? 10 idi. Yerinə yazsaq, A çıxaq 2 bərabərdir
10 bölək sürətimiz də 10 olduğundan 1-i verir. Deməli buradan A bərabər nəyə? 3 saniyəni vermiş olacaq. Doğru cavab A variantı. Yəni A variantı doğru cavab. Cisim ABCD trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yer dəyişməsi modda neçə dəfə çoxdur? Deməli bax getdiyi yol eli bərabərdir 5 metr, üstə gələk 6 metr, üstə gələk 3 metr. Neçə elədi? 14 metr deməli yol gedib. Bəs yer dəyişmə nədir? Yer dəyişmə başlanğıc və sonu birləşdirir. Biz bunun uzunluğunu tapmaq üçün bax buranı bilirik. Bura köçürdürük eləyir 26 metr. Buranı da bilirik eləyir 5 metr. Biz burada nə aldıq? Bir dənə düzbucaqlı aldıq. Bax o düzbucaqlını burada çəkirəm. Düzbucaqlını burada çəkirəm. Baxın belə. Bu bizim düzbucaqlımızdır. Bura olduğunu, buranın tapmaq üçün bura olduğu 5 3-dən, bax 5 3-dən neçə? 8 metr, bura oldu 6 metr. Pifaqor teoremindən buradakı yer dəyişmə nəyə bərabərdir? 6-nın kvadratı üstə gələk 8-in kvadratı kök altında. O da eləyir kök altında 100, o da bərabərdir 10 metr. Deməli 10 metr. Neçə dəfə çoxdur? 14-dən. Neçə dəfə çoxdur? 14-ü bölürük 10-a. O 1,4 dəfə çoxdur. Deməli 56-cı tapşırıqda deyir ki, cavab A variantı. Elə bildim variantsızdır, və açıq tipli, açıq tipli deyilmiş. İndi keçək 56-cı tapşırığa. 56-cı tapşırıqda deyir ki, elə ver diaqramın uyğun bəndləri müəyyən edin. Vektorial kəmiyyətdir. Deməli, vektorial kəmiyyət hansı idi? Yer dəyişmə. BSD vahid əsas vahiddir. Hər ikisinin vahid əsas vahiddir. Skaler kəmiyyətdir gedilən yol. Hərəkət trayektoriyasının uzunluğudur gedilən yol. Hərəkət zamanı sıfıra bərabər ola bilər yer dəyişmə. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtəyə birləşir istiqamətlənmiş düz xətt parçasıdır. Bu da yer dəyişmə. Hərəkət zamanı sıfıra bərabər ola bilər. Baxın, hərəkət zamanı sıfıra bərabər olan da yer dəyişmədir. Deməli, cavab oldu 3, 4, 1, 5, 6, 2. Cavab oldu A variantı. 57-ci tapşırıqda deyir ki, A nöqtəsindən B nöqtəsinə modulca sabit sürətlə hərəkət edən cismin trayektoriyası göstərilmişdir. Hansı qrafik bu cismin sürətinin x oxu üzrə proyeksiyasının zamanından asılılığını ifadə edir? Baxırıq ki, bizdən y oxu üzrə. Y oxuna bax, bilirik ki, perpendikular. Perpendikularsa deməli oradakı sürəti nəyə bərabərdir? Sıfıra. Və baxırıq ki, bunun əksi istiqamətində hərəkət edir. Əksi istiqamətdə hərəkət edildiyinə görə deməli doğru cavabımız C variantını vermiş olur. Keçirik 58-ci tapşırığı. 58-ci tapşırıqda deyir ki, x oxu üzrə hərəkət edən iki cismin koordinatı zaman qrafikləri verilmişdir. Cisimlərin görüş yerlərinin koordinatlarını müəyyən edin. Görüş nöqtələri haradır? Bax, burada birləşən nöqtələr. Bir də bu birləşən nöqtə bura. Buradakı koordinat neçədir? 10. Buradakı koordinat neçədir? -10. Deməli, 10 -10 A variantını vermiş olur. Bu da yeni tipdir, amma yəni sadə misaldır. Belə baxaraq çətin misal deyil. X oxu üzrə hərəkət edən 59-cu tapşırığa baxırıq. Deyir, x oxu üzrə hərəkət edən ABC cisimlərin koordinatı zamanla asılı qrafiki verilmişdir. Hansı mülahizələr doğru deyir? Biz A-nın sürətini tapaq gəlin. A-nın sürəti nədir? V-a bərabərdir. 20 çıxaq 10 bölək 4-ə. Bu neçə elədi? 10 bölək 4-dən elədi 2,5 metr bölək saniyə. V B-də isə B-nin sürəti nə idir? -10 çıxaq 10 bölək neçə saniyə? 4 saniyə. Bu da elədi -5 metr bölək saniyə. Deməli, bax, mənfi qiymət odur ki, B cismi x oxunun əksi istiqamətində hərəkət edir. Və C cismini tapaq, yəni cismin sürətini tapaq. Burada nə oldu? Başlanğıc 0 çıxaq. O da -20-dən olacaq üstə gələk 20 bölək neçə? 4 saniyə. Bu da elədi 5 metr bölək saniyəni vermiş olur. Deməli, burada hansı mülahizə doğru deyil? B cisminin sürətinin modulu, A cisminin sürətinin modulundan böyükdür. Böyük deyil. Deməli, bu doğru deyil. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan kiçikdir. B cisminin birinci tapşırıqda deyir ki, biz səhv olduq. Mən C ilə müqayisəni götürdüm. Bax, B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. Doğrudur da, 5 25-dən, 2,5-dən böyükdür. 5 böyükdür. Modul dediyinə görə mənfini çıxardır. O da 2,5-dən böyükdür. Deməli, 1 doğrudur. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan kiçikdir. Bu yanlışdır. B və C cisimlərin sürətlərinin modulları bərabərdir. Əlbəttə ki, 5-5-ə bərabərdir. Bu doğrudur. BC 4-də deyir ki, BC cisimləri arasında məsafə hər an sabitdir. BC cisimləri arasında məsafələr hər an sabitdir. Bax, cisim düz xəttli bərabər sürətdə hərəkət edirsə, demək, bərabər zaman anda bərabər yollar gedir. Bu da doğrudur. 5-cidə deyir ki, B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edir. Düzdür, hər ikisi x oxunun əksi istiqamətində hərəkət edir.
Deməli, burada B cismi ilə C cismi eyni istiqamətdədir. Onda deməli bizə bu da doğrudur. B cismi ikinci saniyə istiqamətini dəyişmişdir. B cismi zaten başlanğıcda x oxun əks istiqaməti getdiyindən ilə sonracan da x ox istiqaməti gedir. İstiqamətini dəyişməyibdir. Bizə yanlışlar dediyinə görə, biz doğru deyil dediyinə görə 2 ilə 6-nı götürürük. Və 60-cı tapşırıqda deyir ki, cisim ABC-li trajektoriyası ilə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yer dəyişməsi modunda neçə dəfə çoxdur? Yer dəyişməsi moduna dediyinə görə bunun getdiyi yol nə qədərdir? L bərabərdir A. 3A yol gedibdir. Yer dəyişməsi nə qədərdir? Bax, yer dəyişməsi sadəcə olaraq bu qədərdir. Başlanğıc və sonu götürürük. Eləyir neçə A? Neçə dəfə çoxdur? 3 dəfə. Böldükdə A'lar gedir, 3 dəfə çox olur. 60-da 3. 61-də deyir A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yer dəyişməsində. Bax da yazdığımız kimi. Getdiyi yol nə edir? 2A üstəgələk A üstəgələk 2A. Neçə elədi? 5A qədər yol gedir. Yer dəyişməsi nə edir? Yalnız bax bu xətt. A qədər. Neçə dəfə çoxdur? 5 dəfə. Yəni 5 doğru cavabımız. 62-də deyir ki, x oxu üzrə hərəkət edən cismi koordinasının zamanlaşdırılmış qrafiki verilmişdir. Müşahidəyə başlayandan 3 saniyə ərzində getdiyi yolun yer dəyişməsi modulunda neçə metr çox olduğunu hesablayın. Baxın, getdiyimiz yol bərabərdir. Nə qədər yol gedibdir? 6-dan 1-ə 5 metr yol gedibdir. Üstə gələk, bir də buradan 1-dən 3-ə gedibdir, 2 metr yol gedibdir. Elədi neçə? 7 metr yol gedibdir. Bəs yer dəyişməsi nə qədərdir? Yer dəyişməsi 6-da idi. Sonra gəlib hara? 3-ə. Nə qədərdir? 3 metrdir. Neçə metr çoxdursa da, deməli 7-dən 3-ü çıxanda 4 metr çox olur. 62-də 4. Sonra deməli 63-cü tapşırıqda deyir ki, 63-cü tapşırıqda deyir ki, x oxu üzrə hərəkətdə cismi koordinatı zaman asılılıq qrafı verilmişdir. Müşahidə başlanan 4 saniyə ərzində getdiyi yol yer dəyişməsinin modulundan neçə metr çox olduğunu hesablayın. Yenə bayaq yazdığımız kimi yol nə qədərdir? Bax, ilk öncə 4-dən 1-ə gəlib. Nə qədər yol gedir? 3 metr. Üstə gəlir. Sonra 1-dən 6-ya gedib. Nə qədər yol gedir? 5 metr. Neçə metr elədi? 8 metr yol gedir. Bəs yer dəyişməsi. Yer dəyişmə nədir? Başlanğıcda 4-də idi, sonra 6-da olubdur. Neçə metr yol gedir? Başlanğıcda və sonda olduğuna görə biz yerinə yazdıqda, deməli 6 çıx 4-dən 2 metr. Nə qədər çoxdur? Deməli 6 metr çoxdur. 6 metr çoxdur. 63-də 6. 64-cü tapşırıqda isə x oxu üzrə hərəkət edən A və B nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni hesablayın. Bax, 4 saniyədir. Əvvəlcə biz bunların hər ikisinin deməli biz sürətlərini tapa bilərik. Baxın, VA-nın sürəti nəyə bərabərdir? VA üçün yazsaq, baxın, VA-nın sürəti nədir? O VA üçün 4 VA-da deməli nə qədər yol gedib? 0-dan 10-a, yəni 10 metr. Neçə saniyədə? 2 saniyədə. Neçə elədi? 5 metr bölü saniyə. Bəs VB-nin sürəti nəyə bərabərdir? Yol nə qədərdir? 6 metr yol gedibdir 2 saniyədə. Deməli 3 metr bölü saniyədə bunun sürətidir. Deməli SA nə qədər yol gedir? SA-mız nə qədər yol gedir? 2 vuraq 5-dən elədi 10 metr. Deməli SB nə qədər yol gedir? 2 vuraq 3-dən. Yəni biz bu 2 nədir? Bizdə 2 saniyədəkini yox, bizdən 4 saniyədə söz. Əlavə 2 saniyə 2 saniyədə keçməlidir ki, görək nə qədər yol gedir. Bu da elədi 6 metr. Deməli biz 10 çıxaq 6-da bunlar arasındakı məsafə 4 metrdir. Bunu bir də izah edirəm. Baxın, biz A-nın sürətini bilməliyik. Yerinə yazdıq, tapdıq. B-nin sürətini də tapdıq və bizdən soruşur ki, 4-cü saniyəsi. Deməli 2 saniyədəkini bilirik. Görüşüblər. Növbəti 2 saniyə lazımdır. Növbəti 2 saniyədə onun 2 saniyədə getdiyi yolu tapırıq. Ona görə buradan 2 vuraq 5 və ya da 2 vuraq 3 yazırıq. Yəni S bərabərdir V vuraq T-dən və ya da S vuraq T-dən bir-birinin yerinə yazdıqda 10 metr deməli daha bu yol gedir 2 saniyə müddətində. 6 metrdə B yol gedir. Aralarındakı məsafə nə qədərdir? 4 metr. 65-ci tapşırıqda deyir ki, x oxu üzrə hərəkət edən A və B maddə nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 6-cı saniyə sonunda avtomobillər arasındakı məsafəni hesablayın. Baxın, əvvəlcə VA-nın sürətini yaza bilərikmi biz? VA-nın sürəti 14. Deməli bax, A-mız 0-dan 14-ə gəlib. 14 bölək 2, bu elədir 7 metr bölək saniyədir. Bəs VB-nin sürəti nədir? Baxın, VB-nin sürəti isə 14 çıxaq. Bax, buranı biz x0-dır, bilmirik. x0 bölək T, yəni 2 saniyədə. Yerinə yazırıq. Sonra isə biz bizə deyək ki, bunlar arasındakı məsafə 4 metrdir. 4 metr olduğuna görə, yəni SA çıxaq SB nə qədərdir? 4 metr. Və SA-nın getdiyi yol nədir? VA vuraq T.
Buradan 4 deməli 6-cı saniyədə olduğuna görə bax yerinə yazırıq. 7 vuraq 4 çıxaq SB-dən bərabərdir 4-ə. Deməli SB-miz neçə verir bizə? 24 metri vermiş olur. Bax SA çıxaq SB. Hə, 24 metri vermiş olur. Və SB-də biz gətirib yerinə yazsaq SB-də. Deməli SB-miz nəyə bərabərdir? SB bərabərdir VB vuraq nəyə? 4-ə. Bərabərdir 24 metr bölək saniyəni. Və yerinə yazdıqda buradan VB nəyə bərabərdir? 6. Deməli sürətimiz 6-dır. Bax bunu gətirib burada yerinə yazırıq. Burada yerinə yazdıqda olur nə? 14 çıxaq x0 bölək 2 bərabərdir 6-ya. 14 çıxaq x0 bərabərdir 12-yə. x0 bərabərdir 2 metr. Cavab 2. 66-cı test tapşırığına keçək. 66-cı test tapşırığına deyir ki, x oxu üzrə hərəkətin AB maddi nöqtələrinin koordinasiya qrafikləri verilmişdir. 5-ci saniyə sonunda avtomobillər arasında məsafə 3 metr olmuşdur. B avtomobilin başlanğıc koordinatını hesablayın. B avtomobilin başlanğıc koordinatını, yəni x0-ı biz tapırıq. x0-ı tapmaq üçün biz əvvəlcə x0-ımız nədir? Biz SB-ni tapmalıyıq. Şimdi SB nədir? X çıxaq x0-ımız. Bizdə x bəllidir. Buradan əvvəlcə bax A-nın sürətini biz tapırıq. Və A nəyə bərabərdir? Və SA-nın getdiyi yol, yəni 12 metr yol gedibdir, bölürük 2-yə, eləyir 6 metr bölək saniyə. Və 5-ci saniyədə sonda deyir avtomobillər arasındakı məsafə 3 metr olmuşdur. Bu nədir? SA çıxaq SB deməkdir də, bərabərdir 3 metr oldu. SA nədir? 6 vuraq, yəni VA vuraq T çıxaq, SB də nədir? VB vuraq T bərabərdir 3-ə. VA-nı bölürük, T isə nədir? Baxın uşaqlar, 2 saniyə müddətindən bunlar görüşübdülər. Növbəti 3 saniyə hərəkət etdilər. 5 saniyə müddətinin ilə 2 saniyəsi görüşüblər və növbəti 3 saniyədə 3 saniyəsindəki aralanmış məsafə 3 metr olubdur. Çıxaq, VB-ni bilmirik, vuraq 3 bərabərdir 3-ə. Buradan VB bizə verir 5. Deməli, B-nin sürəti 5-dir. VB nədir? SB bölək T-yə. Buradan SB-miz nəyi verir? VB vuraq T-dən, yəni 5 vuraq 2-dən 10 metri vermiş olur. Deməli, bu 10 metrə bərabərdir. Sonu 12, çıxaq x0 bərabərdir 10-a. x0 bərabərdir 2 metri verir.